Öz fərqli yanaşması ilə insanı hər bir mövzunu bir daha nəzərdən keçirməyə vadar edən, hüquq elmləri üzrə fəlsəfə doktoru, tarixi yazar, siyasətçi, sabiq millət vəkili, Əfşarlar nəslinin davamçısı Cahangir Hüseyn Əfşar bu dəfə 80 illik qələbə gününə fərqli bir şərh verdi. Maraqlı çıxışı dinləyib əminik ki, bir daha bu qələbə haqqında yeni nələrsə öyrənəcəksiniz. Bugün İkinci Dünya Müharibəsinin qurtarmasından 80 il keçir. Əlbəttə bu 80 il ərzində necə deyərlər 45-ci ildən bu günə qədər bu müharibə barəsində yüzlərlə filmlər çəkilib, ssenarilər yazılıb, kitablar yazılıb. Daha doğrusu Sovetlərin ideologiyasının o ən çətin, ən ağır devirlərində bu barədə kifayət qədər, necə deyərlər, ideoloji mübarizə aparılır. Mən bir qədər fərqli danışmağı həmişə sevirəm. Yəni, bu müharibənin yaranması səbəbləri, elə faşist Almaniyasının o devirdəki təcavüzkar hərəkətləri, bunlar barəsində də kifayət qədər mən dünyada təbii də filmlərdə çəkilib. Ancaq mən yenə deyirəm, fərqli danışmaq istəyirəm. Birinci növbədə bu İkinci Dünya Müharibəsinin həlak olan insanların xatirəsini yad edirəm. Deyilənə görə 60 milyondan bəlkə də çox insan İkinci Dünya Müharibəsində həlak oldu. Demək olar Avropa, Avro-Asiya, hətta Afrika ölkələri, Yaponiyanın militaristləri Çində, Koreyada, Uzaq Şərqdə çox böyük faciələr törədildi. Ancaq bunun səbəbləri nə idi? Bilirsiniz, elə Hitler deyək dəli idi, çıxdı ortaya, mübarizə apardı, nə bilim, nasist Almaniyasını. Bununla kifayətlənmək olmaz. Bu adamlar barəsində də bilirsiniz, o devirdə Nürnbergdə proses keçirildi, nasistlər mühakimə olundu. Şimdi təbii də mən vurğulayıram ki, yəni bu Sovetlərin də heç də iç yüzü belə pak, necə deyərlər, təmiz deyil idi. Mən də bir hüquqçu və tarixçi kimi demək istəyirəm ki, həm Oktyabr inqilabından sonra Rusiyada gedən proseslər, 17-ci ildən 37-ci ilə qədər bəlkə də bir 30-40 milyon əhalini Stalin repressiyası keçirdi. Bütün savadlı insanlar, mülkiyyət əldən alındı, dilsizlik yaradıldı, kilsələr, meçidlər darmadağın edildi. Hətta kənd yerində aciz insanlar qolçamaqdır deyərək güllələndi, repressiya olundu və elə axıra və elə. Və 39-cu ildə də heç də SSR özünü, necə deyərləri, süddən çıxmış qaşıq kimi aparmasın. 39-cu ildə Stalin artıq Finlandiyanın böyük bir ərazisini işğal elədi, Kareliyanı. Sonra keçdi Pribaltika Respublikalarını, sonra Belarusiyanın qərb hissəsini, Ukraynanın qərb hissəsini var, Lvov indiki deyilən əraziləri, sonra Bessarabiya, yəni indiki Moldaviyanı o devirdə hücum elədi və Hitlerlə də Ribbentrop deyilən Ribbentrop deyilən müqavilə bağlanmışdı ki, güya bunlar bir-birlərinə hücum eləməyəcəklər, lakin dünyanı bölüşdürəcəklər. Hətta Stalin qoşunları bilirsiniz də getdi, İrana girdi, Cənubi Azərbaycana girdi. Yəni müharibə devrində bir də vurğulayıram, 60 milyon insan bilirsiniz böyük bir dövlətin əhalisindən artıq təsəvvür edin. Bunların ailələri, evlatları, hətta mənim özümün bax 5 əmim bir gündə əskər gedib, onlardan biri itkin düşüb, 3-ü ağır xəsarət alıblar. Bax, belə bir faciə yaşanıb və həmin onların evlatları da bu günə qədər o əziyyəti
çəkirlər. Mən də bunların necə deyirlər, şahidiyəm. İndi təsəvvür edin ki, 60-70 milyon insanların ailələri, uşaqları, bunlar nə zülümlər çəkirlər. Yəni o devirdə bu müharibənin qarşısı bəlkə də alına bilər. Mən bu barədə təbii öz fikirlərimi, düşüncələrimi kitablarımdan bölüşürəm, orada da göstərmişəm. Elə bugünkü Rusiya-Ukrayna müharibəsi və yaxud son vaxtlar Hindistan-Pakistan müharibəsi, Qəzzada gedən hadisələr, bunlar nə demək? Bunlar da elə 3-cü Dünya müharibəsinin necə deyərlər, elə yaradan səbəblərdən biridir. Əlbəttə, böyük bir Moskvada parad keçirilir, təbii mən bunu tamamilə əsassız bir məsələ hesab edirəm. Orada ağır texnikalar çıxarılır, qorxu içərisində yaşayır Moskva şəhəri. Deyilənə görə internet kəsilib, nə bilim, müxtəlif hava uçumlarından müdafiə sistemləri insanları qoruya bilmir. Bir sıra dövlət rəhbərlərini Putin, necə deyərlər, yalvarıb, yaxarıb bir təhər Moskvaya dəvət edib. Bəziləri gəlmir. Tamamilə bunlar şoudur. Heç kəsə lazım olmayan bir məsələdir. Hər hansı bir müharibə iştirakçısının indi çox bir az hissəsi qalıb da, o gün vurgulanlar Azərbaycanda 28 nəfər qalıb, yəni SSR miqyasında dünyada da nəysə olsun bir 500-600 nəfər. Bunlara təbii yüksək formada maddi təminat olmalıdır. Onların ailələrinə, evlatlarına mən belə hesab edirəm. Azada parad keçirək, yenidən müharibə xofu yaradar. Putin bir daha özünü dünyaya göstərsin ki, görürsünüz də, mən Stalinin, necə deyərlər, vərəsəsiyəm. O devirdə Stalin bu milləti, yəni elə birinci növbədə Rus millətini, Sovet xalqını məhv elədi. İndi də Putin o siyasətin davamını aparır. Çox təəssüflər olsun. Mən belə hesab edirəm ki, yenə də bizim o devirdə 600 mindən artıq, hətta Gürcüstandan da, başqa respublikalardan da yaşayan Azərbaycanlılar müharibəyə çağırılmışdı, bilirsiniz. Elə Azərbaycandan gedən 600 min nəfərdən statistika göstərdi ki, 300 min nəfər insan müharibədə itkin düşüb, necə deyərlər, bunlar vəfat edir. Allah hər birinə təbii rəhmət eləsin və bir də vurğulayacağım ki, o devirdə Azərbaycanın əhalisi təxminən 3 milyona yaxın idi. Bunun da 1 milyon yarımı deyək ki, indi kişi cinsindən olan insanlar idi. Deməli, bütün Azərbaycanın genopoluna da çox böyük xəsarətlər yetirildi, cinayətlər yetirildi, məhv edildi. Hətta bir sıra xalqlar o devirdə İnguşlar, Çeçenlər, Mesketi türkləri, elə Azərbaycanın özündə də, daxildə də repressiyalar davam edirdi. Stalin əleyhinə kim danışsa bəli gecə ilə aradan götürülməli idi ki, bu xalqlar atası, onun haqqında danışmaq olmaz. Ancaq yəqin ki, bilirsiniz Stalinin şəxsiyyəti kim idi, hansı cinayətləri törətmişdi və neçə gedib hakimiyyətə çatmışdı. Mən bir daha bu tarixçilərə üzümü tuturam, elə siyasətçilərə də aiddir. Bax, həmin tarixi, Azərbaycan tarixinin özü də bu vəziyyətdədir. Çox təəssüflər olsun. Ancaq o 2-ci Dünya müharibəsindən bağlı bizim tarixçilər Rus ideologiyasından, Sovet ideologiyasından kənar olub, dünyada bu müharibənin tam səbəblərini, faşist Almaniyasının cinayətlərini, komünist Rusiyasının cinayətlərini bu millətimizə, bu xalqımıza çatdırsınlar ki, onlar bu müharibənin məğzini düzgün başa düşsünlər və gələcəkdə belə müharibələr təkrar olunmasın. Sağ olun.